Salam, mən Mahmudov Emin. Sistemli təfəkkürə keçid təliminin birincisinin nəzarətçisi, ikincisinin isə iştirakçısı. Vüqar müəllim ilə 2 ilə yaxın olar tanışıq. İlk tanışlığımız bizim təlimdən keçmişdi və təlimdə Vüqar müəllim iştirakçısı kimi qoşulmuşdu. Ondan sonra Vüqar müəllimin özünün öz üzərində nə qədər ciddi bir iş gördüyünü görərək Vüqar müəllimin təliminə qoşulmaq qərarına gəldim. İlk olaraq bu təlimi 2023-cü ildə Dubayda keçirilən Vitaliy Bulavin təlimçisinin Dubayda keçirdiyi təlimdə iştirak eləmişəm və ondan sonra 2024-cü ildə may ayında Vitaliy Bulavinin Bakıda keçirdiyi Пространство для развития və Системное мышление təlimində iştirak eləmişəm. Ondan əlavə Mortimer Adler'in Как читать книги kitabını eyni zamanda 10 iştirakçı ilə bir yerdə oxuyuruq və onu da qeyd edeyim ki, Vüqar müəllimin özünün də kitab oxuma qrupu var. Hansında ki, kitabı əsl necə oxuma qaydasını orada Vüqar müəllim izah eləyir. Qrupun davamiyyəti hardasa təxminən 1 ilə yaxın davam eləyir və qrupda birgə kitab oxuduqdan sonra kitabın necə fərqli və daha dərin analizlə, daha dərin strukturu görərək oxumaq bacarığını insan əldə edə bilir. STK təliminə gəldikdə, STK təlimini Vüqar müəllim tövsiyə eləmişdi. Təbii ki, özündə dəyişikliklərə daim açıq olan insanlar dərhal təlimə gəldikdə STK təlimini Vüqar müəllim tövsiyə eləmişdi və Bakıda keçirəcəyini demişdi. Dərhal olaraq təlimdə iştirak etməyə müsbət cavab verdim və təlimə qatıldım və 5 gün sürən təlim çox keyfiyyətli və bol informasiyalı təlim kimi qeyd edə bilərəm. Hansı ki, insanın özünün öz inkişafı üçün həqiqətən çox ciddi nüansları əhatə edir. Təlimdə daim müzakirələr olunur və hərə digər fərdə öz iradlarını və tövsiyələrini verir və insan özünü qıraqdan görmək xüsusiyyətini əldə edir. Fikirləşirəm ki, çox gözəl xüsusiyyətdir və xüsusən də bizim bugünkü gündə insanların özünü qıraqdan görmə bacarığı həqiqətən də çox ciddi bir nemətdir. Özüm üçün təlimin 5 günündə bol informasiya içində ən çox yadda saxlayıb və fayda götürəcəyim bir nüansa toxunmaq istəyirəm. Hansı ki, keçmiş, indiki zaman və gələcəklə bağlıdır. Bəzi insanlar daha çox keçmişdə qalırlar, bəzi insanlar daha çox gələcəyə odaqlanırlar. Bunlar insanda, təlim insanda bu hissələrə distinksiya yaradır və insan ayırd edə bilir ki, hansı düşünmə mexanizmi insan üçün daha effektivdir. Keçmişdə qalmaq, indidə yaşamaq və yaxud da ki, gələcəkdə qalmaq. Gələcəyin özü də müxtəlif kriteriyalara bölünür. İnşallah onu təlimdə gələndə siz görəcəksiniz. Mövzu olaraq mənim üçün ən çox faydalı mövzu bu oldu və təlimdən sonra həqiqətən də hansısa məsələlərdə keçmişdə və yaxud gələcəkdə qalıb və daim o fikri öz beynimdə keçirərək, o fikirlə yaşayaraq öz səhvimi gördüm və təlimdən sonra bu məsələlərə daha çox diqqət edirəm. Təlim hər bir şəxsə, hər bir fərdə onun həyatında səhv olan prosesləri həmən şəxsə göstərməyə malikdir. Təlim hər bir şəxsə, hər bir fərdə onun həyatında mənfiləri ona fərd olaraq göstərə bilmə bacarığına malikdir. Heç kəsə tövsiyə edə bilmərəm ki, gəl təlimə. Filan şey baş verəcək, bilmirəm, biznesin düzələcək, şəxsi həyatının keyfiyyəti artacaq. Çünki təlimdən hərə özünə öz hissəsini götürür, öz mənfisini düzəldir. Bu mənfi birində bir amil ola bilər, digərində başqa amil ola bilər deyə hər hansı bir konkret olaraq tövsiyə və yaxud ki, çıxarış götürə biləcəyimizi deyə bilmərəm. Amma ümumilikdə təlimə qatılmağınızı tövsiyə yox, israr edirəm.